Salam əziz dostlar. Mən yavaş-yavaş bir tədad dostları qonaq çağırım, görək ki, nələr olur. Salam əziz dostlar, çox xoş gördük ikinci bölümdə. Güney Azərbaycan Milli Fəallar üçün Jurnalizm dərslərinin 24-cü bölümcünün ikinci qismətində xəbər yazaq bölümü ilə xidmət izləyəm. Ərz edeyim xidmətinizə, iki xəbər seçmişəm. Birinci, Allah Allah, mən deydim bu türkdür, bu da farsmış. Tamam. Mən türkçü xəbər tapamamışam bəs bu günləri. Nəzərimə gəldi bu. Aleyküm selam Can Şatiri. Ben türkçü xəbər tapmamışam. Əgər dostlar türkçü xəbər görüblər bu həftə içində, lütfən linkin göndərin. Mən onu alım və onun haqqında danışaq. Mən Yol Press'də baxdım, bir-iki yerə baxdım, yəni amma türkçü xəbər görmədim. Bir dana nəzərimə gəlirdi, o türkçə xəbər olar, amma təəssüflə türkçə xəbər. Şimdi bir baxın burada görün. Bəlkə bir xəbər taparıq, beləsi olmaz. Yəni mənim nəzərimcə biz türk xəbəri mən danışanda özüm çox öyrəşirəm. Onun üçün tamam. Hələ feylən bir dana fərzini danışaq. Əgər dostlar tapsalar, göndərsələr onu danışarıq. Mən sizə bir dana xəbər göndərdim Günas TV-dən. İmam Cümə Təbrizə görədir. Xəbər bu günə aiddir. Biraz da uzundur. Dostlardan biri yazıbdır, Allah köməyi olsun. Həmlə-i İmam Cümə Təbriz və aşıqhay Azərbaycan. Aşıqhay Azərbaycan. Dırnaq arasında da aşıqlar görürsünüz. Kaş məsələn həmlə yerinə bilmirəm, mətni gələ oxuyaq görək ki, bu titri nə cür götürüblər.
nə demək olardı? Əlbəttə deyirəm ki, əvvəl titr oxuyaq. Amma məsələn deyək ki, İmam Cümə bunları təhdid eləyibdi. Nə cür təhdid eləyibdi? Bunlara danlayıbdı. Nə mənə? Yəni bu titrdən o gəlmir. Fəqət bilirik ki, həmlə eləyibdi. Yetirir biraz ki, bu Azərbaycanın bir tarixi milli hünərinə həmlə olubdur. Görək nə mənə? Həmlə mühümdür. İmam Cümə mühümdür. Bir-birini dalasın bu kəlmələr. Təbriz, Aşıqay Azərbaycan. Gərək görək ki, lidimizi nə cür gedibdir. Bu titrimiz. Günaz TV 2 nöqtə, gözəl. Dərhali ki, Ç hərfi Farsıda yapışmaz. Yapışdırmaq qələtdir. Türküdə iki cürə yazılar. Bəzən Ç. Məsələn, mən icazənizlə bunları bəzən bəlkə müqayisə edeyim. Müqayisəyi desəm, mən əvvəl görüm özümü görürəm ya yox, siz məni görürsünüz ya yox. Yoxsa mənim yarımçılıq görsənirəm. Ç hərfi Farsıda İnçe, Ançe, Zira, həminki, nə bilim, burada var idi bir dana özü yazmışdı. Dərhali ki, Ç yapışmaz özündən qabağa. Əgər, diqqət buyurun, məsələn yazır, hali ki, dərhali ki, yaxçı. İndi biz görürük bir dana xəbərnigarımız belə bir şey yazıbdır, kağız üstündə gəlib bizim əlimizə. Normalda web saytlarda şey olsa, indi online gəlir, amma qabaqlarda ya elə indi də radiolarda, məsələn Fərdada, BBC-də filanda kağız üstə print olar gedər. Kağız üstə print olsa, biz əlimizdə olan qələmlə, qırmızı olmağı çox yaxşıdır. Buradan bir xətt çəkirik. Diqqət buyurun. Oradan ki qələtdir, bir dana beləsi xətt çəkirik. Yəni ki bunu böl. Bu edit əlamətidir. Yəni bunu böl, iki yerə böl. Bəs bu halikə beləsi. İndi bu türkçədə Farsçada dedik yapışmır. Taze qaidədir. Bəlkə 10 ildir zaten ikiyə yapışdırmırlar. Onlar iki yazırlar, ikiyə yapışqan yazır. Onların savadları qədimidir. Amma türkçədə dedik iki cürdür. Bir dedik şey, dünən dedim ki. Dünən dedim ki bir budur, bir de deyirik ki dünən gördüm ki filan kəs gedirdi. İndi bunları nə cür yazaq? Dostlar deyirlər, əgər bu ki, indi mən bunun qaidəsi yadımda deyil. Bu ki'dən sonra əgər durmaq biraz uzundursa yapışacaq. Yox, yapışmayacaq. Uzunsa, yəni virgül kimi lazımdır duraq. Virgül əlbəttə qoyulmur. Amma virgül kimi durmaq lazımdırsa yapışmayacaq. Amma əgər qıssa dururuq, bununla bu yapışacaq bir-birinə. Məsələn, deyirik ki, dünən dedim ki, mənim nəzərimcə bu yapışacaq bir-birinə. Dünən gördüm ki, yapışacaq bir-birinə. Amma bir ayrı misal indi gələndə deyərəm ki, onlardan yapışmayacaq bir-birinə və ayrı-ayrı yazılacaqdır. Türkünün hər halda Ç məsələsi, bir də Farsıda Ç belə yazılır, bizdə Çi yazılır ya da Ç. Yəni həmzəli i. O da bir fərqlidir. Biz Ç o Fars dilində yazmırıq.
Hər dilin bilirsiniz, bir özünə xüsusiyyəti vardır, əlifbasının da fərqi vardır. Məsələn, Latincədə baxsanız birdən görürsünüz ki, deyir ki, mən gəlirəm. Ərəbcədə də yazır mən gəlirəm. İngiliscədə ayrı cür, Japoncada, yəni o əlifbanın əcib olmağına baxmayaq. Mümkündür bizə bu beləsi rahat ola, ya gözümüz adət edibdir. Məsələn, İngiliscə bu I am coming. Ya məsələn, iş komme. Məsələn, bilmirəm dəqiqən komedir ya yox. Məsələn, Almancada iş komme. Bəzi yerdə görürsünüz, bunlar bir-birinə bənzirlər. Adamın gözü adət eləyib İngilis əlifbasına, deyir və gözəldir. Buna adət eləyib və deyir və gözəldir. Buna adət eləməyib, əcib gəlir. Japon xətti ilə yazsaq, digər bura görəcəksən ki, əslən, məsələn, qap pəncərə əhsi gəlir bizim zehnimizə, məsələn. Amma qap pəncərə deyil, bu əlifbadır, o dildə yazılıbdır, millət adət eləyibdir, çox da xoş gəlir. Bəs, bizim bu bizə əcib gəlməsinə diqqət buyurun ki, bu adət məsələsidir. Gözümüz adət eləyir və yaxşı qismətdə dedim da, biz uşaqlıqdan bir propaganda qurbanıyıq, hamımız tərbiyyət olmuşuq ki, farsıda yazılan sözləri gözəl görək. Çünki 30 il, 10 il, 20 il, hər neçə il ki, bu dildə yekəlmişik. Mən məsələn 52 ildir bu dillə yekəldiyim üçün bu dili şey oluram, yəni rahat düşünürəm. Əlifbası mənim nəzərimə tanış gəlir, gözəl gəlir. Türkçə yazanda belə görünür. Türkçə yazmamışıq, bizə əcib gəlir. Məsələn, farslar səsləri yazmırlar. Məsələn, deyək ki, farslar yazırlar nə mənə? Misal bıraq. Misal qırsaq, farslar məsələn yazırlar rəftəm, rəfti, rəft. Bunu 100 cür oxumaq olar. Roftəm, rofti, roft, reftim, reftəm. Hələ bunları, səslərini yəni 100 cürə dəyişmək olar. Roftam, reftem, reftemu. Yəni hər nə cür istəyirsən oxuya bilərsən səsi. Amma tüm 30 il bunu oxumuşuq, bu səsə adət eləmişik. Rəfti, rəft. İndi Türkçədə desəm, məsələn, getdim, getdim. Bizə əcib gəlir ki, məsələn, burada bir dənə qoyubdur. Ya məsələn, deyək kəpənək. Kəpənək. İndi baxın, məsələn, burada hətta nədən də sonra qoysaq belə gələr. Yəni, heylər bir-birindən sonra kəpənək. Bizə ətib gəlir, yox? Amma indi bunu bir beləsi də yazmaq olar. Diqqət vurun. Kəpənək. Baxın, əgər istəyək, məsələn deyirəm. Kəpənək. Məsələn, yenə bizə əcib gəlir. Çünki yazmamışıq, adət eləməmişik biz, türklərin də əlifbası çətinliyə filandır. Səsi, dedim, fars əlifbası və ərəb əlifbası mütəəssifانə türk dili üçün deyil. Türk ərəb əlifbası ərəb dilin görsədə bilir. Və ərəblər uşaqlıqdan danışdıqları üçün səsləri də yazmırlar. Və dilləri də dünya dilində məsələn şey deyil, yəni hamı bunu rahat öyrəşsin deyil. Ərəbcə səslərinə görə çox çətindir. Gərək o zəbərzi püşü qoyasan ta bu qəşəng öyrəşilə. Türk dilin biz yaradırıq əlifbasın farscada ya ərəb əlifbasında da gərək yaradaq. Və özümüz gərək əslən bir əlifbamız olsun, ya latin olsun ki, yaranıb elə hazırdır. Türkiyədə və Azərbaycan Cumhuriyyətində ya da ki, tamam.
Geçək buradan. در حالی که آذربایجان خود را برای برگزاری رویداد تبریز 2018 آماده می کند. رویداد kelimesi belki olmasa da Təbriz 2018 bir dana istilahdır, bir dana tərkibdir, bir dana addır. Hətta Ruydad Təbriz 2018 bir dana addır. Gərək dırnaq altında gəlsin mütləqa. Çünki bir də insanlar bilmirlər. در حالی که آذربایجان خود را برای برگزاری رویداد تبریز 2018 آماده می کند ویرگول نماینده خامنه‌ای در تبریز عاشقهای آذربایجان را مورد حمله قرار داد و گفت با عاشقها نمیتوان فرهنگ و هنر تبریز را معرفی کرد. Üst-üste cümlə çox uzundur. 20 neçə kəlmədən ibarət ola bilər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bəli, hududən 30 kəlmə də ən azı. 30 kəlmədən ibarət bir cümlədir. Çox uzundur. 3-4 dana cümlə eləmək olar bunu. Hər 10 danadan eləsək 3 dana cümlə, hər 8 danadan eləsək 4 dana cümlə eləmək olar bunu. Hər cümlə bir mənanı daşımalıdır. Və qıssa olmalıdır ki, insanların yanında qalsın. Üçüncü, titr üstə başlanmışdı həmlə İmam Cümə Təbriz. Gərək eyni cümlələrlə burada başlana. Yəni, həmlə İmam Cümə Təbriz əvvəldə gərək gələ. Nəinki əvvəl 2018 gəlibdi, sonra Xameneinin nümayəndəsi gəlibdi, sonra aşıqhay Təbrizə həmlə eləmək gəlibdi. Və sonra da qofdan sonra 2 dana nöqtə gərək qoyulmayıbdı. Bunun indi içində həmlə var ya yox, o bir ayrı məsələ. Xəbər olaraq təbii ki, həmlə var. Amma xəbər olaraq bu şeyləri müraat eləsəydik daha gözəl xəbər çıxardı. Bexozar lid görək nə deyir. Üstə yazmışdı, lid də yazmışdı ki Günaz TV xəbərin mətninə getirik. Xəbərin mətni gərək lidi aça. Görək ki, nə cürdür. Bexozarı ki, Günaz TV virgül. Daha üstə demişsiniz be guzarışı Günaz TV. Günaz TV. İndi niyə yenə be guzarışı Günaz TV dubarə? Mənbə xəbərimiz qətən Günaz TV deyil. Çünki bu xəbəri Günaz TV-nin xəbərnigarı Təbrizdən göndərmir. Qətən. Yəni mən xəbəri oxumamışam, amma görməmişdim, deyirəm ki, qətən bu deyil. Bəs ehtiyacı yoxdur burada Günaz TV-ni təkrar edək. Əgər istiruq deyək mənbə xəbəri o xəbər mənbəyi چیه؟ چون به نقل از مثلا بنا به دریافت خبر از فلان منبع yazarıq. Onda burada ehtiyac yoxdur. Günaz TV'nin xüsusən təkrarında ehtiyacı yoxdur. Bu guzarış Günaz TV burada nöqtə virgül olar ya 2 nöqtə olar. Çünki buradan sonra gələnlərin hamısı bunun guzarışıdır. دیشب parantezi ya mötərizəni aşmayıbdır. Gərək mötərizə asla. دیشب چهارشنبه 22 اسفند ماه 1396 gərək bu gedə mötərizənin arasında mötərizədə deyil. Yəni parantez arasında. çهارشنبه 23 اسفند mah yapışıb isfəndə 96 ilə yapışıbdır maha. Bunların arasında gene fasilə olsun, amma hamısı kollen gedəcəkdir parantezin arasına virgül qoya da bilək, parantezdən sonra qoymaya da bilərik. Dostumuz qoyubdur. Hüccətül İslam Məhəmməd Əli Ali Haşim. Məhəmməd Əli yapışmalıdır, yaxınlaşmalıdır bir-birinə. Məhəmməd Əli arasında fasilə vardı, bir kəlmə kimi ayrı-ayrı. Dedim, mən özümdə bunu başarmıram. Əlbəttə, burada Məhəmməd Əli yapışa bilər, ehtiyacı yoxdur. Çünki bir-birinə yapışmayacaq vursaq, yaxınlasaq. D-la eyni bir-birinə yapışmadığı üçün eləyə bilirik ki, space vurmayaq, bu ayrı düşməsin. Amma bəzi yerdə düşür, mütəəssifanə onu dostlardan da istəyirik bizə örgəsinlər, örgətmirlər, xəsisdirlər. Hüccətül İslam Məhəmməd Əli Ali Haşim. Gözəl. Ali Haşim yapışmayıbdır, amma ayrıdır, gözəl. Bu gözəl yazdım. Der cəm'i, baxın, qoyub dırnaq arasında, gözəl.
شورای سیاستگذاری بسیج رسانه و منتخبان جشنواره ابوذر. میدونم بیا آدوار ایران دا شورای سیاستگذاری بسیج رسانه و منتخبان جشنواره ابوذر ده دانش yaptı. Bu adam gelip bu şurada danışıp. Təkid کرد. نه من یه تəkid elədi. Əvvəl gərək bir şey deyə, sonra təkid eləyə. Axı biz lidi gərək burada yazıydı ki, mesela burada yazar ki او با مثلا تحقیر یا حمله به عاشقهای تبریز یا آذربایجان یا عاشقهای ترک تأکید کرد یا گفت یا افزود. تأکید o zamanı ki əvvəl bir şey deyək, sonra devam. Burada o yoxdur. Yəni baxın buradan içi nə demişik? Bir Guzar Şünas TV دیشب çarşamba falan Bəhman ta təkid کرد. Heç birisi aşıqlara göre deyil ki biz deyək təkid کرد. یاد و خاطره اسطوره‌های دفاع مقدس و تاریخ تشیع آذربایجان و تبریز باید در راستای برنامه تبریز 2018 گنجانده شود. اصلا bunun niye haber eləmiş? Niye gətirmiş? Bizə bunun nə əhəmiyyəti var Azərbaycanlıya bax. Aslında Azərbaycanlıya mühümdür ki orada yad xatirə difai müqəddəs. Aslında o difa bizə müqəddəsdir. Tarix təşəyyü Azərbaycan mühümdür. Bu adamın dilindən bu çıxır. Tarix təşəyyü Azərbaycan hər Azərbaycanlı bu yaşdakı mollanın zihnində var. Amma cavan mollalar tarix təşəyyü Azərbaycan bilməzlər. Cavan mollalar ki keçən 40 ildə molla olublar, xüsusən keçən 20 ildə xüsusən keçən 20 ildə 25 ildə 30 ildə molla olublar, bu qətən nə şəriət mədarı bilirlər nədir, nə də Azərbaycan şiəsi ilə tanışdılar. Bunun üçün mənim nəzərimdən bu qismət əslən bu paragrafa ateşiyə. Bu paragraf xəbər deyil. Çünki Azərbaycan mənfəəti burada yoxdur. Benevişte Fars, indi gəldi xəbərimiz əsli mənbəyi dedi. Benevişte Fars nöqtə virgül gərək qoyula. Çünki indi deyirik buradan qoyuzəni Fars deyibdi. Necə ki üstdə deyirik Günas TV deyibdi. Günas TV mənbəy olmadığı üçün bir yerdə deyirik ki bu xəbər Günas TV yayır. O da xala xatırı qalmasın yazılır. Çünki məsələn deyirik bu mənbə bax bu Günas TV-nin veb saytıdır. Təbii ki yazmasaq da adam gəlib Günas TV-nin veb saytına bilir ki Günas TV-nin veb saytıdır. Benevişte Fars 2 nöqtə ya nöqtə virgül Ali Haşim gözəl bu bir-birinə yaxın yazıbdı gözəl. ضمن انتقاد از برگزاری کنسرت‌های موسیقی آذربایجانی و موسیقی عاشقی در رویداد تبریز 2018 گفت iki nöqtə fasilə gərək verə Cümənata. Gözəl. Xəbər buraydı. Üstəki xəbər deyildi. O paragraf getsə və hətta üstəki paragrafda getsə, yəni o lid də getsə, عاشق‌ها نمی‌توانند فرهنگ و هنر تبریز را معرفی با عاشق‌ها نمی‌توان فرهنگ و هنر تبریز را معرفی کرد. فقط bu yazılıydı liddə. Yəni Günas TV İmam Cümə Təbriz گفت یا نماینده خامنه‌ای در تبریز گفت iki nöqtə با عاشق‌ها نمی‌توان فرهنگ و هنر تبریز را معرفی کرد. Tamam. Bu lid ikinci paragraf həzf, üçüncü paragraf. بنوشته فارس آل هاشم ضمن انتقاد از برگزاری کنسرت‌های موسیقی آذربایجانی و موسیقی عاشقی در رویداد تبریز 2018 گفت iki nöqtə cümə açıq. İndi buracanın iradını deyim gedək. 2018 yapışıb Təbrizə. Bunu ayırsaq müşkülü yoxdur. Qoftun iki nöqtəsindən sonra bir dənə fasilə olmalıdır. Ondan sonra cümə açıq, yəni dırnaq arası başlandı. Açıq dırnaq. Mən fikirəm buna Azərbaycanda kod deyirlər, kod. Yəni açıq kod, bağlı kod. Belə bir şey deyirlər elə bir. Yadımda deyil. این گونه افراد گمان میکنند این گونه افراد اگر aşıqlar mənzurudur eləyə bilərik. Dəqiqən bu kəlməni götürək yerinə aşıq qoyaq. Çünki işarə eyni addır. Biz eləyə bilərik. Diqqət buyurun. این گونه افراد nədir افراد? Əgər mənzuru aşıqlardır elə yazıraq ki عاشق‌های آذربایجان گمان می‌کنند با برپایی گروه‌های موسیقی و عاشق‌ها می‌توان
به تنهایی فرهنگ و هنر تبریز را معرفی کرد. نقطه، در حالی که آنها در اشتباه هستند. Tüm cümlenin içindədir cümləyə əl aparmarıq. Vəgərnə əgər bunu cümlədə cümlədən çıxarsaq, bu adam dediği nöqtədən sonra qoyarıq, cümlənin dırnaq arasından çıxarsaq, eləyə bilərik bunu edit eləyək, cümləni gözəl yazaq. Tamam. Bəs hətta cümlənin içində qoyanda da ingune əfradın yerinə dedim eləyə bilərik ki, adı gətirək, aşıqlar. Ya Mudriyan 2018. Yadınızda qalsın, belə bir xəbərlərdə həttəmən gərək axirdə xəbərin, ya əvvəldə əlbəttə bir işarə eləyirik, amma qaydətən axirdə gərək Ruydad 2018 iki dırnaq arasında mən hey barmaqlarımla belə işarə edəcəm, yəni dırnaq arasında bunu yazırıq, nədir? Onu gərək yazaq. Daimən gərək hər xəbərin axirində xəbərnizar bunu yazsın ki, 2018 mənzur budur ki, 2018-də Cəhan İslamın paytaxtı seçilibdir, turist paytaxtı seçilib Təbriz. Və Təbriz dünyayı İslamın turist paytaxtı olacaqdır. Dünya İslamdan gələcəklər görərlər. Gərək belə bir şey yazaq. 3-cü paragraf. O iddia کرد 2 nöqtə gərək qoyula. به جای آشوکا و موسیقی آذربایجان باید فداکاری لشکر عاشورا را به توریستها و مسافران نشان دهیم. Bu gözəl xəbərdir. Dostumuz xəbər yazan zəhmət çəkibdi. Fədakari ləşkəri aşuranı qoy bura. Yəni bu adamın özünün ağzından çıxan sözdür. Bu adam deyibdi ki, aşıqlarla olmaz, musiqi ilə olmaz. Burada yeri var, xəbərnigar, Günaz TV olsa, xəbər bəllidir ki, Günaz TV-nin xəbəri deyir, ayrı yerdən götürübdür, çox copy-paste haləti vardı çox. Amma yeri vardı ki, xəbərnigar burada gələ deyək ki, dünyada sərbazlar üçün ölüblər cəngilərdə, onlarla heç yerdə turist cəzb eləmək olmaz. Və 10.000 turistdən bəlkə bir danası istər gedə o cəngin cinayətlərin görə. Nəinki şəhidləri. İftixar eləməz ora, adam ölübdür. Gedəcək görəcək, eydad, bir dana cəngidə, Təbrizdə qəbristan var, bu yekəqdə bir belə adam ölübdür. Bunlar nə qədər ahmaq insandırlar, gediblər ölüblər, deyəcək. Təbrizli deyə bilər bu mənim şəhidimdir. Haqqı da var desin. Amma dünyadan gələn turist bunu şəhid görmür. Bunu bir insan qətli amı görür. 200 dana Təbrizli gedib ölüb, 2000 dana, 5000 dana Təbrizli gedib ölübdür. Həm də bunların içində uşaqları ölüblər ki, 12, 13, 14, 15, 16 yaşları var. Və bu cinayət əleyhi bəşəriyyətdir ki, uşaqlara aparasın savaşa. Amma Xümeyni aparıbdır. Və mən də onlardan biriydim. Mən şəxsən özüm onlardan idim ki, istirdim gedim savaşa. Getdim də əlbəttə bir müddətdə cəngidə cibhədə qaldım. این سخنان ضد آذربایجانی آل هاشمی burada ayırıbdır. İndi baxın, diqqət buyurun bu diqqətə, diqqət buyurun. Burada sizə bir şey deyirəm. Mən ayaq üstə dursam daha yaxşı olacaqdı. Çünki həm bunu oxuyaram, həm də burada yazmalı yazaram. Həm də ki, bunu da biraz yekəldim ki, uzaqdan görüm. Özüm mən bunu görüm, oxuya bilim. این سخنان ضد آذربایجانی آل هاشم. آل هاشمین burada A düşüb deyilə bir. Yox, düşməyibdir, düzdür. آل هاشمین burada bir istirik təhqir eləyək biləsiniz. Çünki سخنان ضد آذربایجانیdən bir dənə təhqir əlaməti gəlir. Adamı istəyək təhqir eləyək, bir dənə əlamət təəccüb qoyarıq. Haşa huzurun, yəni eşşək. Parantez arasında salarıq, yəni eşşək oğlu eşşək. Pəs, əgər farsı dil ədəbiyyatında dəfələrcə bunu demişəm, kaş ki biz Azərbaycanda oturaq, ibraz-ı ehsasa əlifba düzəldək. Farslar bir dənə bu əlamət ilə, təəccüb ilə deyir ki, Ayətullah qabağına əlamət təəccüb qoyur. Yəni eşşək, yəni əski, yəni şeytan.
Yəni bu əlamət təəccüb bunu mənfilədir. Bu əlamət təəccüb bunu mənfilədir. Hüccətül-İslamın qabağına bunu yazsaz, yəni nənə bacasına da yaman deyirsiniz. Diqqət buyurursunuz. Pəs, biz eləyə bilirik indi burada Hüccətül-İslam deyəndə orada Hüccətül-İslamın qabağında bir dənə belə bir şey qoyaq. Hüccətül-İslam Əl-Haşim. Yəni bunun Hüccətül-İslamlığını qəbul eləmədim mən. Da bu Hüccətül-İslam deyil. Fars dilində bu var. Tamam. Alə Haşimdən sonra belə bir şey qoya bildik. Çünki Alə Haşim, yəni Haşimin balaları, ailəsi. Haşim peyğəmbər şeydir. Peyğəmbər övladı məzlumun tərəfində durar. Zalimin tərəfində dursa onlar Üməviyyə. این سخنان ضد آذربایجانی ayrı-ayrıdır. Diqqət buyurun. ضد Azərbaycanını belə yazılıbdır. ضد Azərbaycani. Əgər D ilə yazılıbdır, mən R ilə yazıram. Burada bir dənə belə xətt çəkərik. Yəni zidd ilə Azərbaycanın fasilə verin. Tamam. Azərbaycanını normalda biz bunu indi şey olubdu. R ilə yazmırıq, R ilə yazırıq, Dal Z ilə yazmırıq. Neçə dəlilə? Bir bu ki, Fars ədəbiyyatı ilə müxalifət edirik. Onlar bunu Fars ilə yazırlar. Deyirik, siz belə yazırsınız, biz belə. Hətta tarixdə bunu Dal Z ilə yazsalar da, biz Fars ədəbiyyatı və tarixi ilə müxalifət eləyərək deyirik ki, hüviyyət verirəm mən kəlməmə. Burada hüviyyət də arasıdır. Sən belə deyirsən, Dal Z ilə yaz, Fars mənə deyir ki, Dal Z ilə yaz Azərbaycan. Azərbaycan. Biz deyirik ki, çün sən mənim tariximi təhvil edirsən, çün sən mənə deyirsən, Türk gəlirsən, Azərisən, mən bunu yazacağım Azərbaycan. Səndən müxalifət eləyəm. Sən dediğin şey düz də olsa qəbul eləmirəm. Çünki sən hüviyyətimi mənim hüviyyətimlə oynursan. Onun üçün biz bunu çox yerdə, çox dostlarımız, yazarlarımız içəridə və eşikdə Azərbaycanın R ilə yazırlar və hətta tarixdən də misallar gətirirlər. Dostlarımız, mən baş əyirəm onların zəhmətlərinə. این سخنان ضد آذربایجان آل هاشم ویرگول در جریان برگزاری رویداد تبریز 2018 مایه تعصب و بسیار نگران کننده می باشد. مایه تعصب diqqət buyurun dostlar. Türkçədə də bunlara diqqət eləyəcəyik. Maye təəssüf است یا şüd olar. بسیار نگران کننده است olar. بسیار نگران کننده است. Fe'li bu olar. Bunun da fe'li bu olar. Yaxçı ya da şüd olar. Qalıb zamanına. Bir şey görək nədir? این سخنان ضد آذربایجان آل هاشم در جریان برگزاری رویداد تبریز 2018 مایه تأسف شد و بسیار نگران کننده است. نگران کننده çünkü gələcəyə görədir, amma təəssüf oldu. Maye təəssüf. Bəs baxın, diqqət buyurun. Burada maye təəssüf şod ve ne oldu? Ve بسیار نگران کننده است. می باشد Fars dilində düz feildir, qələtdir. Buna qələt-i müstələh deyirlər. Bunu yazanların savadları əşadır. Fars dilində. Belə bir feil yoxdur. Özümüzdən farslılara köməklik eləyib bir dənə feili yerinə oturtmayaq. Feili qoyaq Fars dili üstdən zəifləşsin. Əlbəttə bu feili farslılar qəbul eləmirlər. Ədəbiyyatçılar ustada ədəbiyyat görsə bunu, adamı tanısa, zəng elər deyər ki, da orasını demirəm. Çünki məni bir dəfə çağırıblar Tehranda yazanda danışqaha, ustadlarımın biri ədəbiyyat ustadı. 2 saat yarım mənə dərs verib. 2 saat yarım oturub tək canıma mənə dərs veribdi.
Bir dənə məqaləndən 56 dənə qələt çıxardı. Qələti feil ha. Feilləri ki, indi mən burada sizə deyirəm. Mən o dərsi orada öyrəşmişəm. O 2 saat yarımda. Özdə mənim danışqahımın ustadı deyildi. Darusazi danışqahının ustadı idi, məni çağırmışdı. Tamam. Düşməni hökuməti İran, indi orada mayi təəssüfdən sonra gəlir idaməsidir. Düşməni hökuməti İran və ruhaniyun با عاشقهای آذربایجان پیشتر نیز سابقه داشت. Niye پیشتر؟ پیشتر یعنی qabaqdan. Düzdür. Onda düzdür. پیشتر نیز سابقه داشته است. داشت da niye داشته است؟ داشت. Sabiqəsi var. پیشتری niye yazırıq? پیشتر biraz çoxluq məsələsidir. Pişdir da, həm qabaqdır, həm də çox. Bunu mənim nəzərimdə پیشتری yazmayaq biz. Mən özüm də istifadə eləmərəm. Tarix vura bilirik. Deyə bilirik ki, məsələn, açıqlarıq. Yəni, pişlər deyəndə bilmirik ha zamana. Zamana da getmir. Çox. Ki, bilək hangi zamanda. Məsələn, 10 gün qabaq, 20 gün qabaq, 10 il qabaq, 50 il qabaq. Amma düşməni hökuməti İran və ruhaniyun bu aşıqhay Azərbaycan sabiqə darət. یا با سابقه است. سابقه داشته است bir dana feil ki 3 tikədir, 2 tikə də yaza bilirik. Ondan sonra deyə bilirik ki از رضا خان شروع شده است. بعد از گازار آغاز شده است. بعد از روی کار آمدن خمینی شروع شده است. با آیت الله ملکوتی شروع شده است. یعنی oradan deyə bilirik. Çünki əgər iştibah eləmsəm aşıqlarla birinci dəfə Mələkuti üzbəüz düzdür və hətta onların sazların, qavalların, zadlarını yandırdı. Yəni belə bir şey yaza bilirik. Daha gözəl olar. Burada nöqtə qoyacaq. Asl nöqtə در سالهای اولیه حکومت جمهوری اسلامی ویرجول هزاران عاشق در شهرهای مختلف آذربایجان توسط حکومت ایران دستگیر، زندانی و شکنجه شدن. Gözəl, gözəl. Yəni heç o qabaqçı cümləni yazmasaydıq düşmənini, elə bunu yazsaydıq olardı. Məsələn, az salı, در سالhanın yerində yazsaydıq, məsələn, از سال فلان تا فلان، elə yəni indiyə qədər هزاران، صدها، دهها، هر نمونه yazsaz عاشق در گوشه و کنار آذربایجان دستگیر، زندانی و şikəncə شدن. Ya konsertləri ləğv olubdur bunları. Yəni bunları yaza bilərik. Yəni burada yazar o düşmənçiliyi göstərək. Konsertlər ləğv olubdur, qoymurlar Azərbaycan, amma Farsistandan konsert gəlirlər burada qoyurlar. Məsələn Təbrizdə hər həftə 3 dana, 5 dana, 10 dana konserti Fars var, bir dana konserti Türk yoxdur. Bunları yazsaq daha gözəl. Yəni baxın məlmus elərik xəbəri. İnsanlar əlləri ilə hiss elədiklərin rahat qəbul edənlər. Əgər siz onlara deyirsiniz ki, filan tarixdə, filan tarixdə, filan tarixdə bu oyunlar Azərbaycanın başına, xatirələri bunların gətirər yadlarına. Amma şey danışanda gətirməz. Kolli danışanda. Həmçinin bir kəlmədir. Bəzən taza şeylər deyirlər ki, həmçinindən ayrım. Amma hələlik feillə bu həmçinin kəlməsi yazılır. Amma həmçinindən sonra hətmən gərəkdən virgül qoyulur. Həmçinin virgül. Gərək bu virgül qoyursun. Həmçinindən sonra. Həmçinin Azər Mahı 77. 1300-ın həmişə yadınızda qalsın, qoyun. Çünki 77 eləyə bilər miladı oxunsun, eləyə bilər şey olur. Çünki 77-dir da. Amma 1300 qoyanda şəmsi olur. 1377 همچنین آذر ماه 1377 به دستور مشهد شبستری امام جمعه وقت تبریز در نماز جمعه تبریز ساز آذربایجانی گپوز را لای پرچم آمریکا پیچیده و تکبیرگویان آتش زدند.
Cümlə qələtdir, məfhum gözəldir. همچنین آذر 77 olmaz. همچنین در آذر ماه da ayrı ayrı yazılar. همچنین در آذر ماه 1377 و در جلوی مصلای امام خمینی تبریز یا مصلای نماز جمعه saz ya qopuz Azərbaycan, elə həman ki qoymuş qopuzu dırnaq arasında çox gözəl. Qopuz Azərbaycan da به پرچم آمریکا پیچیده، لای پرچم آمریکا پیچیده olmaz. Lay پیچیده olmaz. Bakın lay bir şeyin arasında olar. Arasında olsa پیچیده olmaz. Ama پیچیده eləyə bildik, dövrəsinə səriyə bildik. Lay پرچم آمریکا گذاشته پیچیده yox ve ateş zeden. Bir cümle mesela آتش زدن گپوز به دستور امام جمعه وقت تبریز مجتهد شبستری بود. Ayetullah'ın da yazarsınız Ayetullah Müctehid Şebesteri. Niye yazarıq bunu? Dikkat buyurun. Yazırıq Ayetullah Müctehid Məhəmməd geri oladı özlədi. Müctehid Şebesteri. Fikir Məhəmməddir. Məhəmməd Müctehid Şebesteri. Çünki cümə Ayetullah Müctehid Şebesteri şöhrətidir. Məhəmməd geri adı olan. Ayetullah da bunun Havze-i Elmiye ləqəbidir. Yəni titri danışgahisidir. Havze-i Elmiye'de bir növ danışgahdır, dini danışgahdır. Biri döşra alır, biri de ayetullahlık alır. Yani döşranın mukabilinde ayetullahlıktır. Ayetullah Muhammed Şebesteri. Niye gerek ayetullahı yazaq burada? Bu cümlede gerek niye yazaq? Ayrı yerde yazmasak iradı yoktur. Ama burada niye yazaq? Çünkü bu adam dinin yukarı derecesindədir. Məsuliyyəti var. Bu adam məsuliyyəti bu ayetullahlıq alır boynuna. Müctehid Şebestərilik yox. İmam Cüməlik alır boynuna. Burada ne İmam Cüməni? İmam Cüməni yazıb əlbəttə. Gərək yazılsın. Və hətta dedim bunun qabağında bir təəccüb də qoyarsınız. Yəni bu ayetullah gərək bu cümlədə yazılsın. Çünki ayetullah məsuliyyət daşır. Və gərək o əlamətlərdən də istifadə eləyək. Tohin də eləməsaq, mən demirəm tohin eləyək ha. Tohin dili hər halda ədəbiyyatın bir parçasıdır. Bu bir vaqiiyyətdir. Cümlə biraz edit olsa çox gözəl cümlədir. Amma dostumuz zəhmət çəkibdir. İki yerdə dırnaq arasında salıbdır və bold eləyibdir. Ta bu çox gözə görsənsin. Təşəkkür edirəm dostumuzdan bunu yazdığı üçün. Aşıq ha. Mən bunu qabaqdan aşıq görmüşdüm. İndi mən bunu, bu aşıqdır ya aşıqdır. Hangisidir bunların? Dostlar, mən son zamanlarda görürəm beləsi yazırlar. Bir zamanlar belə yazılırdı. Mən bunu bilmirəm hangisini yazaq. Mən bu aşığı, bu aşıqdan biraz çox sevirəm. Çünki bu aşıq fərhənginə, tarixinə, musiqisinə, hünərinə aşıqdır. Həm də aşıqdır da, özdə addır eyni halda. Həm addır, həm də aşıqdır. Bu aşıq çox mənə qondarma kimi gəlir. Eyni halda fəqət bir qruhun adıdır ki, onun hirfəsidir. Hirfə adı ola bilər. Bunda bir eşq-ı məhəbbət var vətənə, millətə, musiqiyə, tarixə, dilə, şeirə. Yəni bir dünya eşq var bu aşıqda ki, iş adı da ola bilər. Bu aşıqda yoxdur. Eyni halda bu aşıq mənim yadıma biz uşaqlıqda aşıq oynardıq. Aşıq səqqə oynardıq. Onu gətirir. Bu da bir şeydir. Fəqət istədim dostların, ədəbiyyatçı dostların, dil dostlarının xatırladan ki, aşıq hünəri,
aşıq fəallarımız Azərbaycanın tarixən və indi Azərbaycanın savaş cibhəsinin başında gedən qrupdur. Hətta bizim ruznamegarlarımız bugün aşıqlarımızdan təsiri yoxdur. Və rəqs qrupları da eynidir. Rəqs qruplarını mən təqdir edirəm. Son zamanlarda görürəm ki, Azərbaycanın rəqs eləmək, türkü Azərbaycan rəqsini eləmək, Azərbaycan qızların, oğlanların, arvadların hüviyyəti kimi. Farsça da danışsa o rəqs ki belə elir, deyir mən Azərbaycanlıyam. Və bunlar çox-çox mənim üçün mühümdürlər. Aşıqha از نمادهای مشترک طوایف مختلف ترک محسوب میشوند. نماد مشترک aşıq numaddır ya saz numaddır? من bunu biraz şeydir. Aşıqha از نمادهای مشترک طوایف مختلف ترک محسوب میشوند ki çə kəlməsini vəsətdə gətirməyək, həftə olaraq üçün cümləmizi uzaldır. Nöqtə qoyaq, ayrısını başlayaq. Aşıqha, yenə də yaza bilirik. Aşıq ya aşıqha در حفظ و ترویج فرهنگ، هنر و آداب و رسوم ترک ها نقش بارزی ایفا کردند. نقش بارزی ایفا کردن bir fiildir, 4 kəlmə. Nəqş داشتند یا دارند. Daha gözəl olar, qıssa olar. Nöqtə. به همین دلیل ویرگول حکومت ایران و روحانیون ویرگول دشمنی و کینه دیرینه‌ای با این سنت دیرینه ترک ها دارند. Gözəl. Mən olsam bir dənə bir şey yazaram. Bunu diqqət buyurun. Diqqət buyurun. Mollaların işi ilə molla və aşıq. Mən aşığı beləsi yazım. Mollanın işi ilə aşığın işi nədir? Bu ağladar, bu şad elər. Bu ölüdə, bu toyda. Bu ayrıldar, bu yapıştırar. Bu boşar, bu yapıştırar. Onun üçün, baxın, aşıq kəlməsi vaqəən mənim nəzərimdə eynilə yazılmalı. Çünki eşq kəlməsindəndir. Çünki bu adam hünərinə, millətinə aşıqdır. Əslən, mənim nəzərimə bilmirəm niyə bu cür oldu. İnqilabdan qabaq mən gördüyüm kitablarda aşıq eynilə yazılır. Bir eşqdən gələrdi. Aşıq sözüdür da, aşıqdır bu millətinə, vətəninə. Niyə onu əlifinə yazaq ki, mən bilmirəm, addır ya yox və nə mənası var? Fəqət deyə bilirik, bir qrup sinfinin adıdır. Zərgər kimi, qızıltılar kimi, başmaqçılar kimi bunun da adını qoyaq məsələn aşıq. Amma bu aşıq mollanın qabağında durub tarixən. Tarixən mollanın qabağında durub. Molla ağladar, mərsiyə deyər, insanları məyus elər, əfsurdə elər, aşıq gələr, çalar, oynar, ruhiyyə verər. Təbii ki, molla ilə aşıq arasında bir tarixi dava var. Onun üçün mollalar sazı deyərlər həramdır, şeyi həramdır. O şeyi də çağırır, deyir ki, haca bir dana şey çağırır, deyir ki, məsələn, bunu belə vırıram, həramdır, deyir, yox. Bunu belə edirəm, həramdır, yox. Səsi belə çıxarıram, həramdır, yox. Deyir, ben niyə bunu belə eləyəndə həramdır? Deyir ki, bunların hamısı yığışanda bir yerə həramdır. Çünki hamısını yığanda bir yerə millətə bir təhrrüc verirsən, ehsas verirsən, hüviyyət verirsən, tarix verirsən, eşq verirsən, həyəcan verirsən, şadlıq verirsən, gələcəyə ümid verirsən. Molla gələcəyə ümid verməz. Mollanın ən çox sözü budur ki, cəhənnəmdə səni asacaqlar, qıra salacaqlar, nə eləyəcəklər? Elə ki, Allahın qırş kərxanası var, özdə bir İran rejimidir, şikəncəgərləri istihdam edib, orada adamları yandıracaqlar. Mollanın işi insanı Allahdan soyutmaqdır. Aşığın işi insanı Allaha yaxınlatmaqdır. Fərqlər deyə bilirik ki, aşığla mollanın bir tarixi davası var. محمد علی آل هاشم خرداد ماه 1396 ویرگول از طرف خامنه‌ای به جای مشهد شبستری معروف به فرعون آذربایجان به عنوان امام جمعه تبریز منصوب شد. Diqqət buyurun, bu cümlə çox cəlibdir. به جای مجتهد شبستری ویرگول گرək qoyula معروف به فرعون آذربایجان به عنوان امام جمعه تبریز منصوب شد.
Mənsub şude است. Çünki xordadda olubdu, qutarıbdı. Mənsub şude است. Qutarıb gedibdi. Asti yerə qoyaq. Şude است. Okey. İndi sözüm buradadır. Firavun Azərbaycan. Cümə arasında Firavun Azərbaycan. Cümə bağlı. Yəni bu ad deyilib ya yazılıb. Biz eləyə bilirik buna 1000 dana ad qoyaq. Ruznaməni var, əlimizdə açıqdır. Bizdə mühakimə eləməyəcəklər, eləyə də bilməzlər, eşitdi yox. 1000 dana ad bu adamı qoya bilirik. Amma o zaman ki qoyduq dırnaq arasına, bunu gərək sənədi olaq. Gərək bilafasitə yazaq ki, məsələn deyirəm ha, Günaz TV در تاریخ falan bu adama Firavun dedi. Niyə? Çünki bu işi görmüşdü. Yəni bilirsiniz, gərək bilafasitə bunu açıqlayaq. Çünki bir dana taza bir söz deyirik, dırnaq arasına da qoyuruq. Gərək bunu açıqlayaq. Və istinad edək. Çünki biz Azərbaycanlılar Fars kimi və Farsların yazarları kimi rəftar eləməməliyik. Bunu geçənki bəhsdə dedim. Çünki biz yazırıq, biz Azərbaycanın ədəbin, fərhəngin, tarixin nümayəndəlik edəcək. Bizim haqqımız yoxdur. Elə bu türsü ağzımıza gələni tökək kağızın üstünə. Biz o zamancı bir şeyi yazırıq, o şeyə təqribən gərək sənədimiz olur. Yoxsa sifəti yaza bilmərik. Firavun sifəti bir az adama işlədib, o cümlədən şaha işlədibdi Xümeyni. Xümeyniyə işlədibdi Xümeyninin bacısı əri. Səddam Hüseyin İranla savaşanda bacısı əri Ayətullah Nəmənə getdi Əraqa. Xümeyni özü göndərdi. Getdi Əraqa bacısının yanına. Bağışlayayım. Getdi pənahəndə oldu Əraqa. Xümeyni də sonra Xümeyni də Xameneyi bacısını da göndərdi. Yəni onun arvadını da göndərdi ki, getsin orada kişi təhqir almasın. O Əraq radiosundan danışanda Xümeyniyə deyərdi Firavun. Səddam Hüseynə deyiblər Firavun. Amma mən bu İmam Cümiyə əgər işlənir, gərək bunu yazaq. Millətin zehninə də soxaq. Fəqət yazmağın olmaz. Gərək dəlil gətirək ki, millətin zehninə girsin. Və bu İmam Cümə bilsin ki, mənə Firavun deyirlər. Niyə deyirlər? Onu bilsin. Və o birisi İmam Cümələr bilsin. Məsələn, bu İmam Cümə ki, Ali Haşim burada bilsin ki, ona əgər Firavun deyirlər, bu dəlillə deyirlər. Və əgər mən bu işi görürəm, Azərbaycan indidən başlamışam, hələ 8 ay olmamış, siçan olmamış çuval dibi kəsirəm, 8 aydan sonra Azərbaycanlar mənə də deyəcəklər. Mən Müslim-i Mələkuti ya Müseyid-i Şəbistəridən mühüm deyiləm Azərbaycan üçün. Azərbaycanlar hangi cür görsələr, mən onların fərhənginin, dilinin, ədəbiyyatının, musiqisinin, tarixinin qabağında durmuşam, mənim əleyhimə həmlə eləyəcəklər. Bizim xəbərdən mənzurumuz budur ki, düşmən ehtimalini düşmənliğə qoymayaq, geçsin, qorxudaq, dostluğa çevirək. İmam Cüməni əgər biz eləyə bilək, Azərbaycan hərəkatına gətirək, nə mutlu biz bir nəfər düşmən cibhəsindən gəlir bizim cibhəmizə. Qudrətli adamdır, İmam Cümədir, danışa bilir. Bizim sözlərimizi deyə bilər. Onun üçün diqqətli olmalıyıq, ağıllı davranmalıyıq, buna mesaj verməliyik. Bunun qabaqdaşı İmam Cümədən narazı olduqlarımızı yazdıqca Firavun şəklində göstərməklə ona deyirik ki, sən Firavun olmamalısan. Sən, məsələn, bunun bəzi xəbərlərin biz xəbərlərimizdə gətirməliyik. Məsələn, xətti vahidə sıxır, onu deməliyik. Azərbaycan dili üçün danışır, çünki bunda buna cəsarət verməliyik. Əlbəttə, siyasətmədar adamdır. Bu bilir ki, biz də ona tələ quracağıq. O bizə tələ qurur, biz də ona tələ quracağıq. Bunu bilməlidir. او در ماه‌های گذشته با حرکات پاپولیستی چون چون سوار شدن به اتوبوس و تاکسی به جای اتومبیل شخصی حضور در بازی‌های تراکتور و üç nokta
سعی کرده در آذربایجان خود را یک روحانی متفاوت و مردمی نشان بدهد. اما yeri boş bu. Evvelen cümle çok uzundu. Cümleni ikiye bölün. İkinci اما موضع‌گیری او در مقابل زبان و موسیقی یا فلان به شناختی که مردم از او داشتند تأثیر منفی گذاشته است. Yani koyup kurtarıptı. Tamam. Yani dikkat buyurun. Biz bu dürrüğünden eləyebildik ki fikrimizi ya milletimizin fikrini ya. رسانه‌های وابسته به حکومت نیز این حرکات او را به شکلی گسترده پوشش میدهند. میدهند الان ده اما داده‌اند یعنی یک زاخت داده اتوبوس زاده میماغ دیگه. تا برعکس مسیح شبستری عبوس او را امام جمعه خندان ve merdumi cevap edəhənd. Gözəldir. Burada Əbusu görürsünüz salıbdı şeyin arasına, dırnaq arasına, qabağında bilafasilə məni eləyibdi. او را امام جمعه خندان و مردمی جلوه دهند. دقت بردوز bu خندان و مردمی خصوصا خندان o Əbusu məni elədi. Ki o adam Əbus idi. Qaşqabaqlı idi. Bu gülər üzlüdür. Əksləri ki altında qoyublar gözəldir. Bu anlama köməklik edir. Son paragrafı oxuyaq, xəbəri qutaraq. اما در روزهای گذشته ویرجول این امام جمعه متحجر fikir eləmək yeri var. Ama در روزهای گذشته این امام جمعه متحجر yerine adını yazın. Çünkü این امام جمعه متحجر هم adı hem çoxdur hem de bir növ قضاوته girir o. Eləyə bildik deyək ki مثلا آل هاشم در روزهای گذشته bir gün آل هاشم امام جمعه متحجر yazanda olar ha, nəinki olmaz. Vəli mən bir növ buna nəmliyə görürsə dayanmışam qabağında. Şayət buna görədir ki istəmirəm bu imam cüməni bir dana iştibahı eləməklə aparaq cipheyi müxalifə. Ələn biz bunu sürütdürük cipheyi müxalifə. Azərbaycan ciphəsindən itəlirik. Bilirik ki Azərbaycan ciphəsində deyil. Bilirik ki populisti hərəkət edir. Amma buna populisti kəlməsində dedim də, populistin yerinə də əvamanə. Populisti yerinə əvamanə kəlməsi bizim millətimizə, türklərə də avam kəlməsi tanışdı farslılara da, amma populist kəlməsi hala farsların təhsil kəllələrinin içində, savadları içində belə şey deyil. Mənim nəzərimcə biraz yumuşaq getməyimiz yaxşıdır xəbərdə. Hala bir müddət. Görək İmam Cümə nə edəcəkdir? Ola bilər lübbü bir şeydir, ola bilər xəbərniqar düz yazmayıbdır, ola bilər o şiddətlə deməyibdir. Ola bilər ki biz özümüzü buraxdıyaq, eşitmədik, bir fürsət verək. Onun üçün mən bu İmam Cümə mütəhəccir biraz şeydir. Amma cümləni ayrı cür yazmaq olar. Dərqozə amma cümlənin əvvəlində gəlməz. Amma şərtdir. Şeirdə gələr. Mən özüm də bəzən gətirirəm cümlənin əvvəlində. Amma qələtdir. Çünki ammanın qabağı gərək ola. Sonrası da ola. Bu amma şərt idi buna. Bu şərt ilə ki belə ola. Onun üçün əgər ammadan istifadə edəcəksiniz, paragrafınızın qabaqçı paragrafda olmalıdır. Bu da paragraf. Əgərət haydı. Əgərət haydı. Əgər suali olması cümləmiz çox vaxt vəsətdə gələr. Amma əgər əvvəldə gələ bilər. Əgər o hərfi şərtidir ki, müstəqil gələ bilər. Amma vəli müstəqil gəlməz. اما در روزهای گذشته آل هاشم
نقاب از چهره برکشید. نقاب nə üçündür? Nüqab-ı duru'i. Nüqab-ı tehəccür, belə demək olar. Nüqab ضد Azərbaycani buden. Diqqət buyursun, nüqabın gərək bir şeyi ola. Çünki nüqaba arvadlar salarlar. Bəzi camiələrdə, türkdə yoxdur, şükür olsun. Bəzi camiələrdə arvadlar nüqab salarlar. Özlərini gizlərlər. Əsli görüntüləri görünməz. İndi biz necə istiruq deyirik, nüqab az çehre bərki, nə növ nüqabı çehrəsindən götürübdür? Hangi maskı çehrəsindən götürübdür? نقاب تحجر، نقاب ضد آذربایجان بودن، نقاب ضد ترک بودن، نقاب ضد فلان بودن، elə bir şey صفت gətirir o نقابı təkmil edir. از چهره برکشید و چهره واقعی خود را آشکار کرد. جمله قشنگ. او هفته گذشته نیز در اعتراض به نوع پوشش زنان در مراسم تجلیل از فعالان آذربایجان شرقی این جلسه را ترک کرده بود. او هفته گذشته نیز در اعتراض به نوع پوشش زنان در مراسم تجلیل فعالان آذربایجان شرقی این جلسه yox, آن جلسه را ترک کرده بود. چون که این جلسه یعنی elə bir bugünkü, an cələsi o cələsəni ki, geçən həftə imiş. İn və an uzaq, yaxın. İn işarədir yaxına, an işarədir uzağa. An gedər bura, in gələr bura. Yəni yaxın. İn yaxınadır, an uzağadır. İn olur, yəni bu həftədə ki, bu adam harada danışırdı, o da danışıb aşıqların ziddinə. An ki, burada işlədirik, yəni bu yox, gedir dalı həftəyə. Əziz dostlar, Cem görürsünüz, axirdə Günaz TV gəlibdir və sonra da dostumuz adının əvvəlin ehtimalən imzalayıbdır. Xəbəri beləliklə təkmil oldu. Çox sağ olun, təşəkkür edirəm ki, bu həftə qonağımızdınız. Lütfən xahiş edirəm ki, götürək. Xahiş edirəm, əgər türkçü xəbər görürsəz, mənə xəbər verin, göndərin, gəlsin. Biz o türkçü xəbərləri işləyək. Çox sağ olun, təşəkkür edirəm. Görüşmək ümidi ilə. Sağ qalın.